Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Astarada toydan bir gün sonra vəfat edən gəlinin ölüm səbəbi açıqlanıb. Axşam az xəbər verir ki, hadisə ilə bağlı tibbi ərazi bölmələrini idarə etmə birliyi məlumat yayıb. Bildirilib ki, 2025-ci il tarixində saat 22:00 radələrində 2008-ci il təvəllüdlü şəxs qadın Astara rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün məhkəmə tibbi ekspertizə təhvil verilib.